Gəldik 151-ci sualımıza. 151-ci sualda nədir? Uyğunluğu müəyyən edin. X ixtiyari natural ədəd olarsa, 2 üstü x onluq ədədinin 8-li say sistemindəki yazılışında ədədinin ilk rəqəm maksimum neçə ola bilər? Aha. Gəlin burada 2 üstü x onluq ədədin dediyi üçün 8-li say sisteminə keçid zamanı belə deyim ki, 2-nin qüvvəti şəklində göstərmək daha əlverişli olar. Əgər ümumiyyətlə belə deyim ki, hər iki üsulu deyim, 8-li say sistemində deyəndə, məsəl üçün, çünki 8-li say sistemi yazılışında deyir, tutaq ki, 8 üstündə 3. Mən bunun 8-i, bu ümumiyyətlə 8-li say sistemində bir yanında 3-0 deməkdir. 8-li say sistemində bir yanında 3-0 deməkdir. Baxın, və yaxud da ki, 8-i 2-nin qüvvəti şəklində göstərərəm. Bu üçü də yanına yazarım. Eləcə 2 üstündə 9. Amma bu ikili say sistemində bir yanında 9 dənə 0'dır. Biz bunu 8'e keçəndə nə edirik? 3-3 qruplaşdırırıq. Və 3'ə tamamlanması üçün özümüzdən 2 dənə 0 əlavə edirik. Və 8 də bunu da niyə 3-3 qruplaşdırdıq? Çünki 8'li say sistemində 8 2 üstü üçün qüvvətidir. Hər bir rəqəm, hər bir simvol 3 bit yaddaşda yer tutur. 3 bit yaddaşda yer tutur. Və 8-in bölənləri də hansılardır? 4, 2, 1. Və üzərinə yazıram. Və bunlar da 2-nin qüvvətləridir. Sıfırların bir mənası yoxdur. Bir mənası yoxdur. Bir mənası yoxdur. Burada 4, 2, 1 yazsaq 1 olacaqdır. Deməli, ilk rəqəmlə, görürsünüz, ilk rəqəmi başladı. Gəldim, buradakı eyni bir şeylə aldım. Yəni, bunlar eyni bir şeydir. 8-li say sistemi yazılışında deyəndə 8 üstündə 3, yəni 8-in üstündə yazırsınız. Amma istəsəniz daha rahat şəkildə, onu 2-nin qüvvəti şəklində gətirin. Mən gətirdiyim kimi, onun dərəcə, belə deyim ki, bu mən ədəd qüvvəti az idi deyə mən bu şəkildə yazdım. Bunun daha qısa qaydası, 9-u neynəyəcəm? Bölərəm 3-ə. Daha doğrusu 3'ə. 3 dəfə 3'ün 9. 0 düşdü mü? Düşdü. Və bu 0'ı 2'nin qüvvətində göstərəcəm. 1. Yanında 3-0. Gördün, gəldim, eyni buradakı bir şeylə, belə deyim ki, ədədi almış oldum. Bu da oldu nə? 8-li say sistemində. Niyə bunu 2'nin qüvvətində göstərdim? Çünki bu 4, 2, 1 2'nin qüvvətləridir. Bu 0, bu 1, bu da 2. Deməli, bizdə də maksimum neçə ola bilər? 4 ola bilər. 16'lı say sistemində də eyni qaydada. 16'nın bölənləri də 8, 4, 2, 1'dir. Burada da qalıq 0 ola bilər, 1 ola bilər, 2 ola bilər, 3 ola bilər. 4 ola bilməz, çünki 2 üstündə 4, 16 verir. 16 da bizim, belə deyim ki, 16'lı say sistemində yoxdur. Ona görə 8'li say sistemində yalnız 0, 1, 2 qalıq ola bilər. 16'lı say sistemində yalnız bunlar ola bilər. Burada da maksimum soruşduğu üçün 8. Deməli, A-ya gedəcək D, B-yə 2'yə gedəcək, daha doğrusu A. 1'ə gedəcək D, 2'yə gedəcək A.